Bugünkü qonaqlarımızdan biri BMW F30'du. Çox normal bir şeydir də, yəni. Bizim yanımıza yaxınlaşanda bu avtomobildə biraz yaxşı işlər gördük. Daha doğrusu yaxınlaşdı bizim yanımıza problemlə. Maşın 50-yə qədər fikirləşmədən gedir. Yəni 0-60 arası çox əladır. Reaksiyası yaxşıdır, gecikməyi yoxdur. Avtomobil sahibi ilə bir yerdə test sürüş eləyirik. Qardaşım necədir? Yaxşıdır qardaş. Necədir? Əlbəttə ki. Qardaş həqiqətən də bəyəndi. Maşın maşallah olsun, əladır. Çox qəşəngdir. Xeyirli olsun. Yəni bax şəhərdə tək-tük BMW-lər var ki, F30'lar var ki, baxımlı maşınlarda. Həmin maşınlara baxmaqda ustaya daha çox zövq verir. Çünki yaxınlaşır maşın, görürsə ki, maşın qəşəng maşındır, salamat maşındır. Həm kosmetika cəhətdən, həm duruş söhbəti var. Yəni o deyirlər, duruş odur, özüdür. Bax bu onlardan biridir. Maşallah olsun, çox qəşəngdir. Həm check-up yoxlanış elədik, həm də ki, olan problemləri aradan qaldırdıq. Qardaşım, xeyirli uğurlu olsun. Sağ ol. Can sağlığına. Bağla.